Salam, bugünkü dərsimiz qədim Misir və Mesopotamiya qısa və asan qaydada izahıdır. İlk öncə qədim Misir dərsindən başlayaq. Qədim Misir eradan əvvəl 3000-ci ildə Afrikanın şimal-şərqində Nil çayı vadisində yaranmışdır. Eradan əvvəl 5-ci əsrdə Yunan tarixçisi Herodot Misiri Nilin tövhəsi adlandırmışdır. Misirlilər isə öz torpaqlarını qara torpaq adlandırırdılar. Bunun səbəbi o idi ki, Nil çayı daşan zaman özü ilə gətirdiyi münbit materiallar torpaqla qarışırdı və torpağın rəngi qara olurdu və eyni zamanda orada əkinçilik daha məhsuldar olurdu. Misirlilər Nil çayını böyük çay adlandırırdılar. O qədər heybətli çay idi ki, daşan zaman təbii ki, insanlar qorxuya düşürdülər və hətta o dövr insanları Misirə ibadət, Nil çayına ibadət belə edirdilər. Və bu daşqınların qarşısını almaq üçün Misirlilər Damba adlanan daşqından qorunmaq üçün bəndlər tikirdilər Nil çayının kənarına. Və əkinçilik burada olduğu üçün təbii ki, yüksək hündür təpələrin üzərində də, hündür yerlərdə də tarlalar var idi. Ona görə şaduftan istifadə edirdilər. Suvarmada şaduftan istifadə olunub Misirdə. Dövlətin yaranması. İlk öncə onu qeyd edim ki, Misirdə Nil çayı vadisində 40-a qədər vilayət, yəni buna nom deyirlər. 40-a qədər kiçik dövlətlər var idi və nomlar özləri əkinçi və maldar tayfalardan birləşərək yaranmışdılar. Hər bir nomun özünün hökümdarı, dövlətin başçısı, özünün dini, özünün tanrısı var idi. Nomların mərkəzində hökümdar, əyanlara məxsus saraylar, onların baş tanrı məbədləri yerləşirdi. Sadəcə eradan əvvəl 2-ci minilliyin ikinci yarısında artıq müstəqil yuxarı və aşağı Misir padşahlığı yarandı. Demək, eradan əvvəl 4-cü minilliyin ikinci yarısına qədər bu gördüyünüz 40 dənə nom bir-biri ilə mübarizə apardı və bu mübarizə nəticəsində güclü nomlar, zəif nomlar özlərinə birləşdirərək bu iki padşahlıq yarandı. Yəni yuxarı və aşağı Misir padşahlığı yarandı. Eradan əvvəl 4-cü minilliyin sonunda isə artıq yuxarı Misir padşahı Mina hər iki padşahlığı birləşdirərək 3000-ci ildə vahid Misir dövlətini yaratdı. Misirin ilk paytaxtı olub 4-cü minillikdə Memfis şəhəri. İkinci paytaxtı isə Fif şəhəri idi. 2-ci minillikdə olmuşdur. Misirin idarə etməsi necə idi? Misirdə Firon qeyri-məhdud hakimiyyətə malik hökmdar idi. Baş komandan idi, ordu ona tabe idi. Çati var idi. Fironun ən yaxın köməkçisi ali məmur və baş vəzir idi ki, bu Çatinin səlahiyyətləri var idi dövlətdə. Hökümdardan sonra ikinci şəxs hesab edilirdi Çati. Təsərrüfat və məhkəmə orqanlarını idarə edirdi. Firon dəftərxanasını, dövlət xəzinəsinə nəzarət edirdi. Sonra Çatidən sonra hərbi rəis var idi. Hərbi rəis hərbi idarənin başında dururdu. Sonra kahinlər var idi. Dini idarələrə başçılıq eləyir. Fironun yer üzünün tanrısı Günəş oğlu hesab edir və Fironu ilahiləşdirmək üçün insanlar arasında təbliğat aparırdı. Misirdə təbəqələşmə 3 təbəqəyə bölünürdü əhali. Birinci yerdə dururdu quldarlar, ikinci yerdə azad adamlar. Bura təbii ki, əkinçilər, maldarlar, sənətkarlar, tacirlər daxildir. Üçüncü yerdə dururdu qullar. Xırda əkinçi və maldarları Misirdə kiçiklər adlandırırdılar. Qulları isə canlı ölülər adlandırırdılar. Eradan əvvəl 2-ci minillikdə Misir özünün ən qüdrətli dövrünü yaşamağa başladı. Bu dövr olan Fironlar, 1-ci Tutmos geniş işğallara başladı və 1-ci Tutmos Suriyanı, Nubiyanı, Fələstini işğal etdi. Dövlətin sərhədləri ilk dəfə 1-ci Tutmosun dövründə Fərat çayına qədər uzandı. Onun nəvəsi 3-cü Tutmosun dövründə yenidən Suriya, Fələstin, Finikiya, Misirin torpaqlarına birləşdirilib, ələ keçirildi. Tabe olan ərazilərdə ilk dəfə canişinlik sistemi yaradıldı 3-cü Tutmosun dövründə.
ve yeni yani Misir 2. minillikdə və yaxud da yeni şahlıq dövrünün sonuncu qüdrətli fironu 2. Ramzesdir ki, Ramzesi əsasən biz necə xatırlayırıq? Hetlərlə mübarizəsi tarixə əsasən Ramzesin belə xatırlanır. Hetlərlə Suriya uğrunda mübarizə aparmış və tərəflər arasında 13-cü əsrin əvvəllərində Kadeş sülh müqaviləsi imzalanmışdır. Və tək bu Suriya ilə mübarizəsi yox, eyni zamanda 2. Ramzes ölkədə quruculuq işləri də həyata keçirmişdir. Misirin işğalçılıq yürüşləri eradan əvvəl, yəni 2. minillikdə olduğu kimi 1-ci minillikdə də davam etmişdir. Eradan əvvəl 1-ci minillikdə Misirdə mərkəzi hakimiyyət zəifləmişdi. Və eradan əvvəl 525-ci ildə artıq Misir Əhəməni dövlət tərəfindən işğal edilmişdir Peylusiya döyüşündə. Buna Peylusiyanın möhürü və yaxud da Peylusiya fəlakəti kimi də adlandırmaq olar. Eradan əvvəl artıq 4-cü əsrin sonu, yəni 332-ci ildə Makedoniyalı İskəndərin şərqə yürüyüşü nəticəsində Misir Makedoniya dövlətindən asılı hala düşmüşdü. Və eradan əvvəl 323-cü ildə Misir Yunan Makedoniya mənşəli Ptolemeylər sülaləsinin hakimiyyəti altına düşür. Yəni Makedoniyalı İskəndərin ölümündən sonra Makedoniya imperiyası süqut eləyir və Yunan Makedoniya mənşəli Ptolemeylər sülaləsi Misiri idarə eləyir. Misir ta eradan əvvəl 30-cu ilə qədər bu sülalə tərəfindən idarə olunur və eradan əvvəl 30-cu ildə Misir qədim Roma dövləti tərəfindən işğal olunur. Siyasi və iqtisadi təsərrüfat sahələrini bildik və Misirin mədəniyyət sahəsində də var ki, Misirdə o dövrdə çox tanrılı dinə sitayiş edirdilər. Misirdə baş Allah Amon idi. Firon və tanrının havadarı hesab edilirdi Amon. Sonra Ra və yaxud da Xekri, günəş tanrısı deyirdilər. Dünyanın yaradıcısı hesab edilirdi. Bundan başqa da tanrılar var idi. Qor var, Set var, Osiris var, Tot, Hathor, Anubis kimi allahlar var idilər. Çox tanrıçılıq dinini burada özünü bürüzə vermişdir. Misirlilər Fironların qeyri-adi gücə malik olduğunu göstərmək üçün onların şəninə piramidaları inşa edirdilər. Misirdə ilk piramida 60 metr hündürlüyündə Coserə məxsusdur. Ən hündür piramida isə Xeopsa məxsusdur ki, 147 metr dünyanın ən böyük piramidası 7 möcüzəsindən biri hesab edilir. Və eradan əvvəl 3-cü minillikdə Misirdə 3 piramida da deyirlər və ya da Giza ehramları da deyirlər. 3-cü minillikdə inşa edilmişdir. 1-ci Tutmosdan başlayaraq artıq fironlar piramidada yox, gizli qayaltı sərdabələrdə dəfn edilir. Bunun səbəbi piramidalara xəzinə axtaranlar, xəzinə oğruları daxil olur və Firon dəfn edilərkən onun yanına xəzinə, çoxlu zinət əşyaları, qızıllar qoyulurdu, onu oğurlayırdılar deyə artıq deməli 1-ci Tutmosdan gizli qayaltı sərdabələrdə dəfn olunmağa başlandı Fironlar. Misirdə ən zəngin sərdabə Firon Tutanhamona məxsusdur. Misirdə yazı, ilk yazı eradan əvvəl 4-cü minillikdə, Misirdə və eyni zamanda Şumerlərdə də piktoqrafik, yəni şəkli yazı olmuşdur. Sonra isə Misirdə hieroglif yazı yarandı. Hieroglif yazını müqəddəs işarələr adlandırırdılar Misirlilər. Sayı 700 və yaxud da 750-yə qədər çatırdı. Misir hierogliflərini isə tarixdə ilk dəfə 1822-ci ildə fransız alimi Şampolyon oxumuşdur. O, Ptolemeylərin və Kleopatranın adını oxumuşdur. Misirdə elm və ixtiralar necə idi? Misirlilər su və günəş saatını ixtira etmişdilər. Vaxtı dəqiq müəyyən edə bilirdilər. Dəqiq təqvim yaratmışdılar. Bunlarda hesab qaydası var idi ki, tarixdə onluq say sistemini ilk dəfə Misirlilər yaratmışdır. Dəqiq yazı hesablamalar apara bilirdilər.
Həndəsə sahəsində burada düzbucaqlının, üçbucaqlının, trapesiyanın və dairənin sahələrini hesablaya bilirdilər. Astronomiyada bilikləri daha yüksək idi. Planetləri ulduzlardan artıq fərqləndirə bilirdilər. Hatta ulduzların xəritəsini belə çəkə bilirdilər Misirlilər. Bu nailiyyətlərdən başqa tibbi nailiyyətlər də var idi Misirdə. Sadə cərrahi əməliyyatlar edirdilər. Diş və göz xəstəliklərini müalicə edirdilər. Misirdə ən qədim əfsanə var idi. Eldən əvvəl 5-ci minilliyə dünyanın yaranması haqqında əfsanə. Qədim Mesopotamiya dövləti ilə davam edirik. Qədim Mesopotamiya Fərat və Dəzlə çayları və Fərat çayları arasındakı ərazidə yaşayırdı. Buna tarixdə iki çay arası da deyirlər. Eradan əvvəl 7 və 6-cı minilliklərdə türk dilli və ya da türk mənşəli Şumerlər Mesopotamiyanın cənubunda məskən salmışdılar. Şumerlər buranın yerli əhalisi deyildi. Yəni Mərkəzi Asiya Altay dağları ətəklərindən köçüb gəlib bu iki çay arasında məskunlaşmışdılar. Yəni Mesopotamiyanın cənubunda məskunlaşmışdılar. Eradan əvvəl 4-cü minillikdə artıq Şumerlərdə şəhərlər yaranmağa başladı. Şumerlərdə yaranan ilk şəhər Eridudur. Ondan başqa da Ur, Uruq, Kiş, Laqaş, Umma, Nippur kimi şəhərlər var idi. Eradan əvvəl 3-cü minillikdə bu şəhərlərdə eyni adlı şəhər dövlətləri yaranmağa başladı. Həmən o şəhər dövlətləri ilk vaxtlar din xadimi olan kahinlər, en adlanan kahinlər idarə edirdi. Sonra isə artıq Ensi və yaxud da Luqal adlanan hökümdarlar həmən o şəhər dövlətləri idarə etməyə başladı. Vahid Mesopotamiyada, yəni iki çay arasında vahid dövlətin yaranması necə idi? Bax, qədim bayaq qeyd elədiyimiz qədim Misirdəki nomlar kimi iki çay arasındakı o dövlətlər, şəhər dövlətlərlə bir-birlərinə mübarizə aparırdılar. Və bu mübarizə nəticəsində onlar zəifləməyə başladılar. Və bundan istifadə edən Sargon eradan əvvəl 24-cü əsrdə, yəni 3-cü minilliyin ikinci yarısı və yaxud da 24-cü əsrdə iki çay arasına yürüyüş eləyərək oradakı şəhər dövlətləri məğlub elədi və özünə tabe elədi. Vahid Akkad dövlətin əsası qoyuldu və 3-cü minilliyin ikinci yarısında, yəni 24-cü əsrdə artıq iki çay arasında vahid dövlət yarandı. Amma həmən bu Akkad dövləti eradan əvvəl 22-ci əsr Azərbaycanda yaranmış Kuti dövlət qurumu, Kuti tayfaları tərəfindən süquta uğradıldı və Mesopotamiyada 100 ilə yaxın, yəni bir əsrə yaxın Kutilərin hakimiyyəti oldu və eradan əvvəl deməli artıq 3-cü minilliyin sonlarında Ur şəhər dövləti, 3-cü Ur sülaləsi iki çay arasına hakim dövlət olur. Kutiləri buradan qovurlar. Eradan əvvəl 2003-cü il, yəni 3-cü min artıq sonu Elam dövləti su tayfaları ilə bircə Ur dövlətini süquta uğradır və bununla da Şumer şəhər dövlətlərinin mövcudluğuna, varlığına son qoyulmuş olur. Şumerlərdə mədəniyyət necə idi? Burada da yenə Misirdə olduğu kimi eradan əvvəl 4-cü minillikdə ilk yazı olan şəkli yazı, yəni piktografik yazı yaranmışdı. Amma 3000-ci ildə artıq Şumerlər mixi yazını yaratdılar. Misirdə necə ki piramidalar əzəmətli tikililər idi, Şumerlərdə də zikkurat var idi, məbədlər var idi ki, bu zikkuratlarda aşağı təbəqələrdə, aşağı mərtəbələrdə ibadət olunurdu, yuxarı hissələrdə isə artıq orada rəsədxana kimi ulduzlara baxırdılar, göy cisimlərinə baxırdılar. Şumerlərdə Gilgamış, dünyanın su basması əfsanəsi dastanı var idi. Sonra tarixdə bir çox ixtiraları var Şumerlərin. İlk dəfə təkəri, ilk arabanı, iki təkərli arabanı, 60-lıq hesablama sistemini, eyni zamanda rəngli şüşəni, ilin dəqiq ölçülməsi və aylara bölünməsini Şumerlər kəşf eləmişdir. Sənətkarlar möhürlər hazırlayırdı. Eyni zamanda Şumerlərdə damba oyunu var idi ki, ilk nümunəsi oyun lövhəsi yaradılmışdı.
Salam. Demək bu günlərimki dərsimiz Qədim Misir və Mesopotamiya. Qısa